Salam aleyküm. Bu gün dəvətnaməm onlayn veb saytında qeydiyyat və məclis idarə etməsinin izahını verəcəm. Veb sayta daxil olduqda veb saytı ətraflı bir şəkildə incələyə bilərsiniz. Burada standart paketin qiyməti və görünüşlər yer alır. Bunlar vasitəsilə sürüşdürüb ətraflı bir şəkildə tanış ola bilərsiniz. Məclis yarat düyməsinə klikləyirsiniz və sizə qeydiyyat ekranı görünür. Əgər hesabınız varsa, daxil olun düyməsi ilə hesabınıza daxil ola bilərsiniz. Qeydiyyatdan keçən zaman adınızı və soyadınızı istəsəz yaza bilərsiniz. E-mail ünvanını daxil edirsiniz. Bu e-mail ünvanını düzgün daxil etməyiniz şifrənizi geri qaytarmanıza və e-maillərdən hər yeniləmədə e-maillərdən xəbərdar olmanıza kömək eləyəcək. İndi hələ ki test bir mail yazaq. Şifrənizi qeyd edirsiniz. Şifrənizin təkrardan qeyd edirsiniz və qeydiyyatdan keç düyməsinə klik edirsiniz. Qeydiyyatdan keçdiyiniz anda sizi məclislər ekranı qarşılayır və burada gördüyünüz kimi qeydiyyatınız uğurla tamamlandı və yuxarıda hissədə hansı maillə qeydiyyatdan keçmisiniz və hansı istifadəçi adıdır və kredit sayınız göstərir. Bu kreditlər vasitəsilə siz məclis yarada bilərsiniz.